Bismillah və salatu və selamu alə Rasulillah. Demək, qardaşlar, şah namazının sünnəti barədə olan dərsimizi davam edirik. Sonra müəllif növbəti bir fasıl açaraq buyurur ki, fasıl aqvalə ba'du əhlil ilmi fi sünnətil işə bədiyyə. İşadan sonra qılınan sünnət barədə bəzi ilm əhlinin sözləri. Qalə Şeyxul Əlbəniyyü fi silsiləti daifə təhtəl hədis. Və Şeyx Albani deyir, bu hədisdən sonra deyir, özünün zəif hədislər silsiləsi adlı kitabında belə deyir. Ləkinnəl hədithə qad sahhə mavqufən an cəm'i minəs sahabə. Və deyir ki, bu hədisdir artıq bir çox sahabələrdən mavquf olaraq, yəni onlara dayanaraq sənədi səhih olaraq varid olmuşdur. Duna qavlihi qablə ən yaxruca minəl məscid. Yalnız bu sözdən başqa. Məsciddən çıxmamışdan öncə. Çünki dedik ki, hədisin bəzi rivayətlərində gəlir ki, hansı ki, zəif isnadla 4 rükətə qılarmış məsciddən çıxmazdan öncə. Bu da hansı ki, dedik ki, zəifdir və Şeyx Albani də burada deyir ki, yalnız ondan başqa ki, deyir, o zəif idi. Və ibn Nasr eydən an Abdullah ibn Amr qal, mən sallə bə'dəl işə'əl əxirə 4 rəkəət künnə kə'adlihinnə min leylətil qadr. Həmçinin sələflərdən olan İbn Nasr, Abdullah ibn Amr belə deyir ki, kim işadan sonra 4 rükət qılarsa, Qədir gecəsinin savabına bərabər olar. Qult və isnaduhu sahih. Və Risalinin müəllifi deyir ki, isnadidir, sahihdir. Thumma axraca İbn Əbi Şeybə misləhu an Ayşə və İbn Məs'ud və Kə'b ibn Məti' və Mücahid və Abdurrahman ibn Əsvad mavqufən aleyhim. Və həmçinin deyir, İbn Əbi Şeybə bu barədə səhabələrdən gətirir. Məsələn, onlardan Ayşə, İbn Məsud, Kə'b ibn Məti' və Mücahid, hansı ki, tabeinlərdən də bəzilərindən gətirir. Və Abdurrahman ibn Əsvad mavquf olaraq, yəni onların özünə söykənərək. Vəl-əsənidu iləyhim kulluhum sahihə. Və deyir, onlardan gələn bütün bu əsərlərin sənədi hamısı səhihdir. Bistisnə Kə'b, yalnız deyir Kə'bdən gələndən başqa. Və hiyə və inkənət mavqufə fələhə hukmur rafə. Baxmayaraq deyir, onlar mavquf olaraq gəlib, ancaq raf' hökmünü daşıyırlar. Raf' hökmü də odur ki, yəni Rasulullah sallallahu aleyhi ve sellemə dayanaraq. Hansı ki, dərsin birinci hissəsində o barədə danışmışdıq. Li'ənnəhə lə tuqalu bir-ra'yi kəmə huvə zahir. Və deyir, aydın olduğu kimi deyir, necə ki, əvvəldə də dedik, burada rəy məsələsi deyilməz. Sahab ola bilməz ki, burada özündən rəy çıxardıb belə bir hökm versin ki, məsələn, işa namazından sonra kim 4 rükət qılarsa, Qədir gecəsinin savabını qazanar və s. Belə şeylər səhabə heç vaxt deməyə ixtiyarı yoxdur və səhabədən gəlirsə, baxmayaraq onu Rasulullaha isnad eləmirsə qavli olaraq, amma əslində nədir? Hökmü olaraq Rasulullaha dayanmış olur. Və qaləs sərxəsiyyü fil-məbsud və əmmət tətəvvü' ba'dəl işə'i fərəkətəni fīmə ruvinə minəl əthər və in sallə 4 fəhuvə afdalul hədith. Və deyir ki, Əs-Sərxəsiyyü özünün Məbsud adlı əsərində deyir ki, işadan sonra 2 rükət qırmaq fəzilətli bir əməldir. Amma deyir, onu 4 qılarsansa, bu daha fəzilətlidir. İbn Umar radiyallahu anhu ta'ala anhu mavqufan aleyhi və marfu'an mən sallə ba'dəl işə 4 rəkəət künnə ləhu kəmislihinnə min leylətil qadr. Eləcə də İbn Umardan gəlir ki, Allah ona razı olsun. Bu da mavquf olaraq, yəni özündən gəlir ki, kim işadan sonra 4 rükət qılarsa, nədir? Qədir gecəsinin savabına bərabərdir. Və qalə Burhaneddin İbn Məzi fil-Muhaytil Burhani, deyir, özünün o Muhaytil Burhani adlı əsərində belə deyir. Demək, həmin o kəsin adı nədir? Burhaneddin İbn Məzi. وَالتَّتَوُّعْ بَعْدَهَا رَكَعَتَانِ كَمَا رَوَى عُمَرْ وَعَائِشَةَ رَضِيَ اللّٰهُ عَنْهُمَا وَاِنْ تَتَوُّعَ بِأَرْبَعَ بَعْدَهَا فَهُوَ أَفْضَلُ الْحَدِيثِ. Və deyir ki, deyir, işadan sonra 2 rükət qılmaq müstəhəbdir, amma deyir, bunu 4 rükət qılmaq daha fəzilətlidir. O deyir, daha fəzilətlidir. Li-hədisi İbn Umar məvqufan aleyhi və marfu'an ilə Rasulullah sallallahu aleyhi və səlləmə ba'dəl işə 4 rəkəət künnə kəmislihinnə min leylətil qadr. Və eləcə də deyir, hansı ki, deyir, necə ki, deyir, İbn Umarın hədisinə deyir, dayanaraq, mavqu olaraq rəvayət edir.
Və deyir, o da deyir, marfu olaraq Rasulullah sallallahu aleyhi ve sellemdən olan hökmü daşıyır. Sanki Rasulullahdan demiş kimidir. Su'lə Şeyx İbn Baz kəmə fi məcəllətil buhuz kəmə fi mücəllətul buhuzil İslamiyyə. Deyir ki, o Mücəllətul Buhuzul İslamiyyə adlı əsərin jurnalda İbn Baz belə soruşulur. Mə hiyə fadilətu arba'a rəkəət bə'dəl işə. Deyirlər ki, işadan sonra 4 rükət qılmağın fəziləti nədir? Fəəcəbə rəhməhullah ər-ratibə rəkətən. Cavab verərək deyir ki, sünnət 2 rükətdir. Və insalla arba'a rəkəət fələ bəs. Və deyir, 4 rükət qılsa heç olmaz. فقد جاء في الحديث أن النبي صلى الله عليه وسلم كان يصلي أربعا قبل أن ينام. Deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem'den rivayet olmuştur ki, o yatmazdan önce 4 rükət qılardır. Və izə fəaləhəl insanu fələ bəs. Və deyir, insan belə edərsə heç olmaz. Və in iktasara alə rək'atin fəhiyyə ratibə. Və deyir, əgər 2 rükət qılarsa, o ratibə sayılır. Qardaşlar, ratibə başqa sünnətlərdən fərqi odur ki, bunu Rasulullah sallallahu aleyhi ve sellem mahsur eləyib, hansılarla sübhdən əvvəl 2 rükət, zöhrdən əvvəl 4 rükət, sonra 2 rükət, məğribdən sonra 2 rükət və işadan sonra 2 rükət, hansı ki fəziləti barədə gəlmişdir ki, nədir? Onun üçün cənnətdə ev tikilər. Və ratibətul ləti kənə yuhafidu aleyhi. O ratibələrdən ki, Rasulullah sallallahu aleyhi ve sellem onu daima qılardı. Bə'dəl işə rəkətən, thumma yənəm və yəqumu fi əxiril leyli yətəhəccəd aleyhi salatu vəssələm. Və deyir ki, yatdıqdan sonra durardı, işadan sonra deyir, 2 rükət qılıb, sonra yatardı deyir və sonra deyir, qalxıb gecə vaxtı təhəccüd namazı qılardı. Qult, sonra Risalənin müəllifi belə deyir. Yüşiru Şeyx İbn Baz ilə mə ravahul Buxariyyə və Əbu Davud və Nəsəiyyə və İbn Nasr əl-Mərvəziyyə fi hədisi İbn Abbas qal. Deyir ki, İbn Baz deyir, rahiməhullah deyir, bununla deyir, o hədisə işarə edir ki, hansı ki Buxari, Əbu Davud və Nəsəiyyə İbn Nasr əl-Mərvəzi eləcə də İbn Abbasdan rəvayət etdiyi hədisə. Buna işarə edərək İbn Baz deyir. İbn Baz deyir, buna işarə edir. Hədis belədir. Bittu fi beyti xaləti Meymunə. İbn Abbasın hansı ki uzun hədisdir. Burada bir hissəsini rivayət edir müəllif ki, hansı ki hədisi Sahih Müslimdə gəlir. Deyir ki, xalam Meymunənin evində qaldım, yəni Rasulullah sallallahu aleyhi ve sellem yanında. Hədis uzundur, istəyən Sahih Müslimə baxa bilər. Namaz kitabının, səhv eləmirəmsə, namaz kitabının müsafirin namazı babındadır. Dəqiq. Namaz kitabının müsafir namazı babındadır həmin bu hədis. Və fihi fəsallən nəbiyyü sallallahu aleyhi və səlləm əl-əşə, thumma cəə ilə mitralihi fəsallə arba rəkəət thumma nəm. Deyir, oradakı həmin hədisdə bir parça gəlir ki, Rasulullah sallallahu aleyhi və səlləm işanı qıldı, sonra gəldi, deyir, öz yerinə, deyir, orada, deyir, arba rəkəət qıldı, sonra yatdı. Qaləl Hafiz İbn Həcər fi Fəthil Bəri və qad həmələ Muhammed İbn Nasr hədihil arba'a alə ənəhə sünnətul işə likavnihə vaxt qablən nəvm. Və deyir ki, bunu deyir İbn Həcər o yerə yozmuşdur ki, o yerə təfsir eləmişdir ki, bu 4 rükəti ki, hansı ki Rasulullah sallallahu aleyhi ve sellem yatmazdan öncə qıldı, deyir, bu işanın sünnəti idi. Bu işanın sünnəti idi. Çünki deyir, nəyə görə? Onu yatmazdan öncə qılmışdır. Və qalə şəmsul haqqı əl-azim əbədiyyü fi avnil mə'bud fi şərhi li hədisi İbn Abbas əl-mutaqaddim. Deyir ki, şəmsul haqqı əl-azim əl-əbədi bu hədisin şərhində, hansı ki İbn Abbas'ı rivayət etdiyi hədisin şərhində belə deyir. Fəsallə arba'an hiyə ratibətul işə. Deyir ki, o 4 rükət işə namazının ratibəsindən sayılır. Və ratibə sünnət də az öncə dedik ki, nə deməkdir? وممن استحب هذه الأربع الإمام ابن القدامة المقدسي في المغني. Həmçinin bunu deyir sünnət görənlərdən bu 4 rükəli İbn Qudamə el-Maqdisi və tilmizu Şeyxul İslam el-İmam İbn el-Muflih fi kitabihil merfu' və təshih. Və həmçinin eləcə də deyir Şeyxul İslamın tələbəsi olan İmam İbn Muflih özünün deyir merfu' və təshih adlı kitabında rivayət etmişdir. Vəl-Hafiz əz-Zeyla'i fi kitabihi Nasbur Raya
Və sonra gətirir bəzi İmam Şofqani eləcə də deyir Neylül Avtar və beləcə bəzi sələflərdən gətirir ki, onlar öz əsərlərində bunu rivayət etmişlər. وَالَّذِي يَظْهَرُ مِنْ كَلَامِ أَهْلِ الْعِلْمِ الَّذِي أَوْرَدْنَاهُ أَنَّ هَذِهِ الْأَرْبَعَ رَكْعَتَانِ تُصَلِّ بَدَلًا مِنَ الرَّكْعَتَيْنِ فَالْحَدِيثِ يَقُولُ Və deyir ki, mənə zahir olduğuna görə bu deyir 2 rükətin əvəzinə qılınır. Yəni ehtiyac yoxdur ki, yenidən 2 rükət qılmağa. Bu 4 rükət 2 rükətin də əvəzini edir. Mən sallə arba'an ba'dəl işə. Eləcə də deyir o sözlərə görə ki, kim işadan sonra 4 rükət qılarsa. Əy ba'dəl faridəti və ləm yəqul mən sallə arba'an ba'də sünnətil işə və ləv kənət hədihil arba'a rəkətən تصلى مضافة إلى الركعتين لكان هذا منصوص عليه فليس هناك ما يدل على سنية 6 ركعات ويدل على هذا حديث ابن عباس الذي رواه البخاري وفيه فصلى النبي صلى الله عليه وسلم العشاء ثم جاء إلى مترله فصلى 4 ركعات ثم نام. Və deyir ki, deyir, buradan açıq aydın göründüyü kimi deyir, heç də deyir 2 rükət qılınmır. Çünki deyir hədislərdə gəldiyi kimi hamısında işarə nə idi? İşarə ki, kim işadan sonra 4 rükət qılarsa. Deyilmədi ki, işanın sünnətindən sonra 4 rükət qılarsa. Belə gəlmədi. Ona görə göstərir ki, sadəcə 4 rükət qılınır və o 2 rükətin də hökmünü salır. Artıq o 2 rükət də qılınmır. Və deyir, eləcə də buna dəlil İbn Abbasın rivayət etdiyi Buxarıda gələn hədisdir ki, Rasulullah sallallahu aleyhi ve sellem hədisi eləcə də yəni, İmam Buxarıda rivayət eləyir və deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem işanı qıldı, sonra deyir, gəldi öz namazgahına və 4 rükət də orada qıldı, sonra yatdı. Demədi ki, işanın sünnətini qıldı, sonra da 4 rükət qıldı. Fələm yəzkur İbn Abbas ənən nəbiyyə sallallahu aleyhi və səlləm qayrəl 4 rəkəət bə'dəl işəi və təqəddəmə eydən ənə Səid ibn Cübeyr kənə yusalli 4 rəkəət fələv kənə yusalli 6 ləzəkərə həzəl Qasim ibn Əbi Əyyub və əzidul əmru vuduhan fəəqul və deyir ki, eləcə də deyir, Səid ibn Cübeyrdən də belə gəlmişdi və deyir, orada deyir, ravi deyir, Əbu Əyyub deyir, demədi ki, deyir, işanın sünnətini qıldı, sonra qıldı, sadəcə 4 rükət rivayət olmuşdu, 6 rükət deyil və sonra müəllif deyir ki, mən də deyir, bunun üzərinə deyir, belə deyirəm. Nəhnu nə'ləmu ənəs sünnətəl bə'diyyətə liz-zuhur hiyyə rəkətəni istufidət bizəlikə əl-əhadisus sahihə لكن روى الإمام أحمد والنسائي عن أم حبيبة زوج النبي صلى الله عليه وسلم عن النبي صلى الله عليه وسلم أنه قال من ركع 4 ركعات قبل الظهر أو 4 بعدها حرم الله عز وجل لحمه على النار. Deyir, eləcə də deyir, o hədisdə ki, deyir, hansı ki, Rasulullah sallallahu aleyhi ve sellemin zövcəsi rəvayət eləyir ki, deyir, Ummu Habibə, deyir ki, kim ki, deyir, işadan əvvəl 4 rükət, daha doğrusu zöhürdən əvvəl 4 rükət və zöhürdən də sonra 4 rükət qılarsa, Allah deyir, onun ətin cəhənnəmə haram edər. Allah onun ətin cəhənnəmə haram edər. Necə ki, deyir, oradakı o 4 rükət, deyir, sonraki 4 rükət zöhrün, deyir, o ratibə olan, deyir, o 2 rükətin salırsa, bu da deyir, eləcə. قال الشيخ الألباني إسناده صحيح على شرط الشيخين ذكر هذا في كتابه صحيح أبو داود. Deyir ki, Şeyx Alban deyir, bunun da sənədi səhihdir, hansı ki, Ummu Habibədən gəldi, Rasulullah sallallahu aleyhi ve sellemin zövcəsindən. Deyir ki, bunun sənədi də nədir? Səhihdir. Hətta nəyin ki, səhihdir? Buxar və Müslimin şərtlərinə uyğun olaraq. Və əmmə mə rəvahu Əbu Davud və deyir, eləcə deyir, o hədisi Əbu Davud rivayət etmişdir. Və sonra müəllif buyurur ki, və əmmə mə rəvahu Əbu Davud ən Məqatil ibn Bəşir əl-Əcəliyyü ən Şureyh ibn Hani ən Aişə və deyir, sonra deyir, Əbu Davud Aişədən rivayət edir və belə deyir. Aişə Allah ona razı olsun, belə deyir. Qalə səəltuhə ən saləti Rasulillahi sallallahu aleyhi və səlləm fəqalət ما صلى رسول الله صلى الله عليه وسلم العشاء قط فدخل علي إلا صلى 4 ركعات أو 6 ركعات. Demək, bu hədisdə də gəlir ki, Əbu Davud rivayət etdiyi hədisdə Ayşə soruşulur ki, Rasulullah sallallahu aleyhi ve sellemin namazı barədə işadan sonra nə qılardı? Deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem həmişə deyir, işadan sonra 4 rükət namaz qılardı. Ancaq bu hədis barədə müəllif deyir ki, fəhəzə hədithun daif li cəhaləti Məqatil ibn Bəşir əl-Əcəliyyi. Deyir, bu hədis zəifdir, orada olan bir ravin adını çəkir İbn Bəşir əl-Əcəli
Deyir ki, o deyir, məchuldur, deyir, bilinmir kimdir. Min əcelli zəlikə da'afahu Şeyxul Əlbaniyyü fi da'ifi Əbi Davud fələ yasihhul istidlalu bihi alə sünniyyəti 6 rəkəat ba'dəl işə. Və həmçinin Şeyx Albani də bu hədisi rəvayət edir və zəifləşdirir, deyir, isnadı zəifdir və deyir ki, bu hədislə deyir, hökm çıxardıb demək olmaz ki, işa namazından sonra 6 rükət sünnət namazı qılınır. Sonra müəllif növbəti bir fasıl açaraq belə buyurur. Həl yudavum aləl 4 rəkəati və yutrak rəkəatin. Deyir ki, məyərdir, o 4 rükət qılınır daima, o 2 rükət tərk mi olunur? Yəni, daima 4 rükət qılınır işadan sonra və o 2 rükət tərk olunur və belə buyurur. İnnən sünnətəl ba'diyyə lil-işə' mə ənəhu cəə mə yədullu alə afdaliyyətil 4 rəkəat illə ənlənə lə nərə هجر ركعتين بل لو اقتصر الإنسان على بعد ركعتين العشاء أحيانا لكان ذلك حسن لكن لو داوم على 4 بعد العشاء فليس هذا بمذموم إن شاء الله تعالى. Və deyir ki, ona deyə bilərik ki, yaxşı olar ki, insan bəzən o 2 rükəti də qılsın, ratibəni və bu 4 rükəti də qılsın, ikisinə də əməl etsin. Ancaq deyir, o 2 rükəti tərk edib, daima bu 4 rükəti qılmaq heç də qınanmalı bir şey deyir. Və məsəluhu məsəli mən yudavumu alə rək'ateyni ba'dəl işə əv mislə mən yudavumu alə 4 rək'at ba'dəl zuhur. وقد وجدت كلاما نفيسا لشيخ الإسلام في عبادات التي ترد على وجوه متنوعة. Və deyir ki, deyir, buna həmçinin misal çəkmək olar ki, o kəs kimi deyir, zöhürdən sonra deyir, 4 rükət qılır və o 2 rükəti tərk edir. Daima 4 qılır bir-birinə bitişik olaraq. Və deyir, bu barədə deyir, gözəl söz tapdım, deyir, Şeyxülislam deyir, ibadət mövzusunda danışır. Hansı ki, deyir, orada deyir, növbə-növdür, ibadətlərin növlərindən danışır. Yəqul Şeyxülislam fi Məcmu'ul Fətava. Deyir, Şeyxülislam Məcmu'ul Fətavada belə deyir. Huna məsələ təbiətun və huvə ənəhu mə'ət təsəvi əvül fadli əyyümə aftal lil-insan əl-müdavamatu alə nov'un vahidin min zəlikə əv ən yəf'alə hədə tərətən və hədə tərətən kəmə kənən nəbiyyü sallallahu aleyhi və səlləm yəf'al. Deyir ki, orada bir məsələ vardır. Fəzilətli əməllərdə deyir, insan deyir, bir növün üzərində davam etməsi və yaxud da deyir, bəzən belə etməsi, bəzən də digər bir növü etməsi. Hansı ki, deyir, bu deyir, Rasulullah sallallahu aleyhi ve sellem feilinə daha uyğundur. Yəni, Məsələn, deyək ki, səcdənin cürbəcür səcdədə zikirlər gəlmişdir, düzdürmü? Onların bəzisi uzundur, bəzisi qısadır. Yəni, deyir ki, yaxşı olar ki, deyir, bunu vaxt dəyişsin, bir vaxt bu desin, və yaxud bir rükətdə onu desin, ikinci rükətdə o borsu desin və beləcə Rasulullah sallallahu aleyhi ve sellemin sünnəsinə tam uymuş olsun. Və minən nəsi mən yudavumu alə nov'in min zəlikə muxtaran ləhu əv mutəaqqidən ənəhu afdalu və yərə ənə mudavamatuhu alə zəlikə ən-nov'u afdal. Və deyir ki, bəzi insanlar da var ki, deyir, hansı ki, bir şeyi seçir və yalnız onunla edir və bunu da deyir, o hamısından fəzilətli görür. Məsələn, o cürbəcür olan ibadətlərin o qismdə, o növdə cürbəcür olan ibadətlərin hamısından üstün görür. Və əmmə əksəruhum fə mudavamatuhu adətun və mura'atu li'adətin əshabihi və əhli tariqatihi lə li'tiqadil fadıl. Və deyir ki, bəziləri də var ki, deyir, daha doğrusu deyir, insanların çoxları da deyir, o deyir, tutduqları məzhəbin, yolun və yaxud hansısa bir insan təqlid edirlərsə, onun belə etdiyinə görə edir, fəzilətə görə deyil. وَالصَّوَابْ أَنْ يُقَالْ. Deyir ki, ən yaxşısı budur. اَتَّنَوُّ فِي ذَٰلِكَ مُتَابَعَةٌ لِلنَّبِيِّ sallallahu aleyhi və səlləm. Deyir, ən yaxşısı odur ki, demək nədir? İnsan Rasulullah sallallahu aleyhi və səlləmə tabi olaraq cürbəcür etsin. Bir dəfə belə etsin, digər dəfə belə etsin. Demək, 3 şey zikr etdi. Birincisi odur ki, bəzən belə eləsin, bəzən belə eləsin. İkincisi odur ki, yalnız birini eləsin. Üçüncüsü odur ki, təqlid olaraq hansınsa eləyir. Fəzilətə görədir. Şeyxülislam birincini seçdi. Yəni ki, bəzən belə etsin, bəzən belə etsin. Necə ki, misal çəkdik ki, səcdənin zikirləri kimi, bəzən məsələn, Subhanə Rabbiyəl Azim desin, bəzən Subbuh Quddus Rabbul Mələkət və Ruh desin, bəzən sadəcə Subhanallah və yaxud Subhanə Azim desin, səcdədə və ya rükuda və s.
فإن هذا اتباعا للسنة والجماعة وإحياء لسنته وجمعا بين قلوب الأمة وأخذا بما في كل واحد من الخاصة. Və deyir ki, insan belə etdiyi təqdirdə Rasulullah sallallahu aleyhi ve sellemin sünnəsinə tabi olmuş olur və həmçinin sünnətlərin hamısını diriltmiş olur, qaldırmış olur və beləcə də ümmətin hamısının qəlbinə yol tapmış olur. Sonra kitabın müəllifi, Risalənin müəllifi belə buyurur. Afdalu minəl mudavamətə alə nəv'in muayyin ləm yudavam aleyhin nəbi sallallahu aleyhi və səlləm. Deyir ki, bir şeyin üzərinə davam etməkdən deyir, fəzilətlisi odur ki, davam etməkdə fəzilət odur ki, hər hansı bir müəyyən bir şeyin üzərində davam etməkdə fəzilət odur ki, hansı ki Rasulullah sallallahu aleyhi və səlləm ona davam etmişdir. Hansı ki Rasulullah sallallahu aleyhi ve sellem ona davam etmişti. O şeyin üzerine devam etmek o fəzilətlidir. Əhaduha enne hâzâ huve ittibâ'us sünneti ve şeri'ati fe innen nebiyye sallallahu aleyhi ve sellem izâ kâne qad fe'ale hâzâ târaten ve hâzâ târaten ve lem yudâbim alâ ahadihima kâne muvâfakatuhu fî zâlike huve teassi ev ittibâ'il meşru' ve huve en yef'ale mâ fe'ale alel vechillezî fe'ale li'ennehu fe'ale sallallahu aleyhi ve sellem. Deyir ki, birincisi onu deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem şəriətdə deyir, varid olan şeylərə görsən, bəzilərinə deyir, bəzən belə edərmiş, bəzən də belə edərmiş. Yəni, birini seçib daima onun üzərinə davam etməzdir. Və deyir, belə olduğu təqdirdə deyir, və bu da deyil, məşru olan deyil, tabiçiliyi yəni əsasın qoymuş olur insan, əgər belə edərsə. İkincisi odur ki, ənnə zəlikə yucibu ictima'a qulubil ümməti və itilafihə və zəvalu kəsrətü təfarruqu vəl-ixtilafi vəl-əhvai beynəhə və həzihi maslahatun azimə və dəf'un məfsədətun azimə nədməl kitab və sünnə ilə cəlbi həzihi və dər'i həzihi və qalə Teala. Deyir ki, bunu deyir, belə edərsə deyir, hər ikisini də daima bir vaxt belə edərsə, ikinci faydası odur. Demək, birincisi o idi ki, sünnəni tam tətbiq etmiş olur. İkincisi odur ki, yəni ixtilafdan yığışmış olur. Yəni sadəcə bir-birinin kör-körənə götürüb gedir və digər eləyəni də qınamır. Hansı ki, bəziləri kimi. Görürsən, Azərbaycanda yayılıb, bəzi qardaşlar, məsələn, görürsən ki, ancaq rukudan qalxanda əlin sinəsinə qoyur və başqa zəif sayır və sayır, məsələn, cürbəcür şeylərdə hansısa bir şey xüsusi götürüb gedirlər. Baxmayaraq, onu obursu tərəfini də etmək icazəlidir. Hansı ki, İmam Əhməd bu barədə geniş danışıb və demişdir ki, onu hansını eləsən olar. Amma Allah aləm, alimlər daha racih görürlər əli yana salmağı. Çünki rukudan qalxmaq qiyam sayılmır, o rukudan qalxmaq sayılır. Və s. Amma görürsən ki, qardaşlar təəssüfkeşlik edirlər, neynirlər? Sanki çalışırlar ki, ancaq ixtilaf salsınlar. Sanki işləri, peşələr nədir? İxtilaf salmaq. Və deyir ki, bunu zikr edəndən sonra ki, deyir, bu deyir, müsəlmanların qəlbini bir-birinə isindirən və həmçin təfriqəçilikdən yayındıran bir şeydir. Hansı ki, Uca Allah bu barədə belə buyurur. وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا Allahın ipindən hamılıqla yapışın və təfriqəçiliyə düşməyin. Həmçinin Allah Subhanahu taala belə buyurur. وَلَا تَكُونُوا كَالَّذ۪ينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتِ Və həmçinin sizdən əvvəlkilər kimi olmayın ki, onlara haqq bəyan olduqdan sonra təfriqəçilik salıb ixtilafa düşdülər. Və qalə Teala və deyir, Allah Subhanahu taala başqa bir yerdə belə buyurur. İnnellezîne farraqû dînehum və kânû şi'an leste minhum fi şey. Və deyir ki, başqa bir ayda Uca Allah belə buyurur ki, həqiqətən də deyir, o kəslər dinlərin parçaladılar, firqətçiliyə düşdülər və onlar parça-parçadılar, sən onlardan deyilsən. Əs-səlis, üçüncü fayda budur. Ənnə zəlikə yəxrucul caizul məsnunu an ənə yüşbihu bil vacib. Fə innəl müdəvamətə aləl müstəhəbb əvəl caizil müşbihətun bil vacib.
ولهذا أكثر هؤلاء المداومين على بعض الأنواع الجائزة أو المستحبة لو انتقل عنه لنفر عنه قلبه وقلب غيره أكثر مما ينفر عن ترك الكثير من الواجبات لأجل العادة التي جعلت الجائز كالواجب. Və deyir, üçüncü odur ki, deyir, insan bir şeyə tabi olanda deyir, yəni ibadəti növbə-növ eləməyəndə, bu kimi növbə-növ gələn ibadətləri bir növün sadəcə götürüb gedəndə və deyir, onda deyir, elə bir fikir formalaşır ki, sanki deyir, bu vacibdir. Və deyir, bunu eləməyəndə deyir, tərk edib, obursu növü eləyəndə deyir, sanki qəlbində elə bir şey yaranır ki, sanki o vacibi tərk etmişdir, eləcə də deyir, başqasına da qarşı deyir, onda o şey yaranır, belə şey gördüyü zaman. Dördüncü odur ki, أن في ذلك تحصيل مصلحة كل واحد من تلك الأنواع فإن كل نوع لا بد له من خاصة وإن كان مرجوحا فكيف إذا كان. Deyir ki, dördüncü odur ki, deyir, burada deyir, bir məsləhət var ki, deyir, məsləhət var ki, deyir, hər bir kəs üçün deyir, və deyir ki, deyir, bunun ikisi də deyir, yəni əməl edilməsi deyir, olan bir şeydir, deyir. Əməl edilməsi olan bir şeydir. Və deyir, orada deyir, mərcuha racihdir, yer yoxdur, deyir. Mərcuha racihdir, baxılmır, deyir, xüsusi olaraq. Və deyir, əgər deyir, mərcuh olarsa, deyir, onda necə deyir? Məsələn, demək, bu məsələlərin ikisi də varid olub, ikisi də racihdir. Ona görə ikisi ilə də əməl olunur. Ya racih yəni o demək ki, həqiqətə daha yaxın olan. Və sonra belə buyurur. Musaviyən və qad qaddəmnə ennəl mərcuhə yəkunu racihan fi mavadi. Deyir ki, həmçinin də ola bilər ki, bəzən mərcuh olan bir şey başqa bir yerdə racih olsun. Yəni ki, zəif görülən bir şey ola bilsin ki, başqa bir yerə görə racih olsun, yəni doğru olsun. Beşinci, ənnə fi zəlikə vədəən li kəthirin minəl asari vəl-əğləli əlləti vədəəhə şeytan alə ümməti bilə kitabi minallahi və lə əsarətin min aləmi fə innə müdavamətəl insani alə əmrin caizin مرجحا له على غيره ترجيحا يجب من يوافقه عليه ولا يجب من لم يوافقه عليه بل ربما أبغضه بحيث ينكر عليه تركه له ويكون ذلك سببا لترك حقوق له وعليه يوجب أن ذلك يصير إصرا عليه لا يمكنه تركه وغلى في عنقه ويمنع أن يفعل بعد ما أمر به وقد يوقعه في بعد ما نهى عنه. Və deyir ki, deyir, belə olduğu təqdirdə görsən, deyir ki, başqalarına pis gözlə baxmış olur. Sadəcə bir şey edəndə başqalarına pis gözlə baxmış olur. Hansı ki, vacib olan bir şeyi, icazəli olan bir şeyi özünə vacib görmüş kimi olur. Və başqasından da görəndə bunun əksin, o əsəbləşir və ona qəzəb göstərir. Və deyir, onun tərkin də deyir, sanki mümkünsüz bir şey kimi görmüş olur. Və sonra müəllif sonda belə buyurur ki, وَهَذَا آخِرُ مَا وَفَّقَ اللّٰهُ تَبَارَكَ وَتَعَالَى فِي جَمْعِ هَذِهِ الرِّسَالَةِ وَالْحَمْدُ لِلّٰهِ الَّذِي بِنِعْمَتِهِ تتم الصالحات وأسأل الله تعالى أن يجعل هذه الرسالة خالصة لوجهه وسببا لنيل مرضاته. Və deyir ki, sonra Allaha həmd sənalı edir, ona şükürlər edir ki, bu risaləni ona müyəssər elədi, onun üçün hasanlaşdırdı. Həmçinin Allahdan istəyir ki, bu əməlində onu xilaslı eləsin. وَالْفَوْزُ bicənnətihi innəhu xayrul məs'ul. Və deyir ki, əsl uğur da Allahın cənnətidir və Allahdan onu istəyirik. Və sallallahu alə nəbiyyinə Muhammed və alə əlihi və sahbihi və səlləm. Və beləcə öz risalətini başa çatdırdı və bu risaləni də yazmışdı 1432-ci ildə. Hicri ilə 1432-ci ildə. İndi demək, qardaşlar,
bu risaləni başa vurduq. Yəni, risalə tam elmi bir risalə idi və necə var, elə də çalışdıq ki, tərcümə edək. İndi inşallah müxtəsər olaraq sadəcə bunu əməl eləmək istəyən insanlar necə əməl eləməlidir? Birincisi, yaxşıdır ki, namazı kişi xeylağıdsa, yaxşıdır ki, namazı məsciddə qılsın. Yəni, işa namazı məsciddə qılsın, sonra bunu evdə qılsın. Yəni, gəlib bu 4 rükəti evdə qılsın. Həmçinin istədiyi surələri də oxuya bilər. Müstəhəbdir ki, Fatihədən sonra da sünnətlər oxusun. Həmçinin təşəhhüddə oturur. 2 rükət qıldıqdan sonra təşəhhüddə oturmuş olur. Həmçinin onu qıldığı təqdirdə artıq işanın o 4 rükətin qılmır. Həmçinin növbəti bunu etmək ədəb qaydalarından, yəni bəzən işanın 2 rükətin qılsın, bəzən də onu qılsın. Sadəcə bunun üzərinə, tam olaraq bunun üzərinə davam etməsin, hansı ki, gəldi ki, onun nə qədər faydaları var ki, onu növbə-növ etməyin. Həmçinin, yaxşı olar ki, bunu insanlara da təbliğ etsin, çünki Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, kim mənim sünnətlərimdən bir sünnət qaldırarsa, onun misli qədər də o edənin savabından heç bir şeyə əskilmədən ona savab yazılmış olar. Həmçinin məsciddə də qılmağa icazəlidir, amma daha yaxşı olar ki, gəlib evində qılsın. Həmçinin bu barədə bunlarda sələflərdən də gətirdiyi ki, sələflər bunu edərmiş və müxtəsər hökmü odur ki, yəni sünnətdir. Rasulullah sallallahu aleyhi ve sellem mərfu olaraq gəlməsə də mərfu hökmünü daşıyır. Çünki səhabə belə şeydə öz başından danışmazdı. Və həmçinin qardaşlar, ən əsası odur ki, yəni aydın oldu ki, bu hədislər, hansı ki, əsərlər də hamısı səhih idi, hansı səhabələrdən, tabinlərdən gəlmişdi. Və görün, subhanallah, Allahın nə qədər fəziləti var ki, minnəti fəziləti var ki, üzərimizə sadəcə bir qısa bir əməl səbəbi ilə Allah subhanət hala bizə Qədir gecəsinin savabını yazır. Hətta Qədir gecəsinin özünün savabı belə Allahdan üzərimizə olan böyük minnət və fəzilətdir ki, insan bir gecədə o boyda əcri qazanmış olur və eləcə də işadan sonra 4 rükətdə namaz qılarsa və eləcə də o fəziləti yenə də qazanmış olur və Allah subhanət hala istərik ki, bizləri bu əzəmətli ibadətə müvəffəq etsin və Allahdan istərik bizləri bütün əməllərimizdə və eləcə də bu əməlimizdə ixlaslı etsin. Və əxiru dəvana enilhamdülillah və salatu və selamu alə rasulillah subhanəkə Allahümə və bihəmdik əşhədü ən la iləhə illə ənt əstəğfirukə və ətubu ileyh. İxlasla.com saytı tərəfindən təqdim olundu.